Fitr bayramının əsas əməllərindən də biri dedik ki, fitrə zəkatıdır. Fitrə zəkatı vacibdir. Hər bir müsəlmana fitrə zəkatı çıxartmaq vacibdir. Kimlər fitrə zəkatı çıxartmalıdır? Hər o şəxs ki, həddi buluğa yetişib, özünə vacib olur. Baxın, buna diqqət edin. Həddi buluğa yetişmiş insan özünə vacib olur. Amma həddi buluğa yetişməmiş insan üçün də valideynləri fitrə zəkatı çıxartmalıdır. Hətta 1 yaş olsa belə, 3 aylıq körpə olsa belə. O valideynin ki, çörək yiyənidir, onun fitrə zəkatını çıxartmalıdır. Aqil olmalıdır, yəni kimə vacib olur. Bax, burasını mən bir də diqqət edin. Kim çıxartmalıdır fitrəni? Həddi buluq, aqil, huşu başında olan, bir də fəqir olmayan insan. Fəqir olmayan insan kimdir? Evdə çörəyinin pulu var.